Demək, gəzdirilmə balının faydalarından biri də budur ki, məsələn, indi hal-hazırda Lerikdə iyul ayının 3-ü çiçəklənmə hələ də davam edir. Yəni çiçəklərin üstündə şirə də var, ot biçimi hələ davam edir, ot biçimi var. Bu yüzden həm Lənkəran, həm Lənkəran Lerik arası, həm Lerikin özündə və Lerikdən yuxarıya, cənuba, İranla sərhəd olan yerlərdə ot biçimi başlamadığı üçün bizdə arılar bu dönüm, bu fəsildə buralarda bir növ gəzdirilir. Və bunun səbəbindən bizim arı şanımız daha keyfiyyətli, balımız daha keyfiyyətli və daha məhsuldar olur. Həm də fərqli-fərqli bitkilər və fərqli-fərqli yerlərin vitaminləri ilə zəngin olur.